Hər kəs diqqətlə qulaq asın. Samsung markalı Paltrionla bağlı bir dənə maarifləndirici video çəkmək qərarına gəldim. Hamı axıra qədər baxsa, bu video ona lazım ola bilər. Məsələ nədən ibarətdir? Gördüyünüz bu 6 Paltrionun üstə niyə yazılıb? Heç kim bilmir. 6, baxın, Paltrionun üstə belə bir knopka var. Çox adam bu knopkanı görür. Amma hamı deyir, görəsən nə üçündür? Heç kim hələ indiyənə qədər o knopkanı istifadə eləməyib. Bu knopka nə üçündür? Bugün bu haqda danışacağım. Videoya axıra qədər baxın. Heç olmasa bir dənə çox sağ oldan yazın yorumlarda. Bilim ki, sizin üçün faydalı oldu. Videonu da qayd edin, saxlayın, like atın ki, sizə lazım olacaq. Heç olmasa bir dənə normal əlinizdə ustavız olsun ki, 15 il təcrübəli. Sizin gələcəkdə Paltrionunuz xarab olanda bir də daşa, divara, qonşuya, ora, bura deməyəsən ki, bir dənə ustan yoxdur, o da bir dənəsə dəmir yığanın nömrəsini verir ki, bu yaxşı ustadır, get bundan kömək edəcəksə. Amma sənin özünün əlində ustan olsun. Yəni bu səhifəyə gir, bax, gör nələr iş görürəm, nə qədər işlər görürəm, onda biləcəksən ki, doğrudan da bu ustanın nömrəsini yazıb saxlamaq lazımdır. Ən azından nömrəmi yazın, telefonunuza saxlayın. Yazın Paltrion ustası Rəşad. Bilirəm, hamı darıxdı. Deyəcəksiniz ki, qardaş, mətləbə keçək, səbrim yoxdur axı. Səbriniz tükənib, çünki sizə lazımsız videolar olanda tez-tez belə-belə esən, keçirsən. Bunda biraz dayanmalı oldun ona görə. Səbrini sıx, dayan, biraz bax. Bu 6 nə üçündür? Bu 6 onun üçündür ki, məsələn, baxın, Paltrionunuz istəyirsiniz ki, 5 saat, 6 saat sonra xoda düşsün. Yəni, bu nəyə lazımdır desəz, siz istəyirsiniz ki, gecə saat 12-də yatanda Paltrionu qoşasan, amma gecə yumya da, yatırsan, birdən işləyər nəsə problem olar. Ona görə səhər 6-da dursun Paltrion, işləsin. Sən 8-də işə gələndə bu hazır olsun ki, sən yuxudan duranda, tutam 8-də yuxudan durmusan, götürüb sərib gedəsən. Bu onun üçündür. Çox gözəl proqramdır. Baxın, bunun işləmə qaydası necədir, göstəririm. Yandırdınız, sintetika proqramını seçdiniz. Tutalım, hər hansı bir proqramı seçdiniz. Sonra bu knopkanı basırsan, bax, gəldi 6. Yəni bu 6 saat sonra xoda düşəcək. 6-nı da qoşandan sonra start verirsiniz. Yəni bu Paltrion 6 saat sonra işləməyə başlayacaq. Neçə proqram qoymusanız, sintetika tutan 1 saat yarım yuyacaq. Sonra da qutaracaq, Paltrionları təhvil verəcək. Bu videoya baxdısa, yəni heç olmasa ən azından bir dənə məlumatınız olur ki, bu knopka nədir? Heç kim bu knopka haqqında məlumatı yox idi indiyənə qədər. Bunun kimi digər maşınlarda bəzi knopkalar var ki, onlar heç kim bilmir. Onları sizə göstərəcəm ki, nə üçün lazımdır. Gördüyünüz kimi start verdim, maşın işə düşmür. Çünki 6 saat sonra işə düşəcək. Özünüzə yaxşı baxın, sağ olun, buyurun. Kimin Paltrion təmiri ilə bağlı nə sualı varsa, kimin